Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Salam aziz müminler, aziz izləyicilər. Məhərrəm ayda Allahın Teala İzzət-i Cəlalı hörmətinə bizləri dünya və axirətdə əhl-i beytin, məxsusən İmam Hüseyin əleyhissalamın ziyarətindən və şifaətindən binəsib etməsin inşallah. Bir çox dostların, qardaşların verdiği suallar son 12 günlük İran ve Siyonist rejimi arasında baş veren müharibə hakkındadır. Dostlarda bazı suallar əmələ gəlibdir və tək-tək bu sualları verirlər. Mən də istədim ki, çəkiliş eləyək və sizlərin xidmətinə təqdim eləyək ki, məsələ aydın olsun. Əlbəttə, məsələ gün kimi aydındır. Yəni, bu müharibə bu günün müharibəsi deyil. 50 ildir və bundan qabaq da dünyada baş verən hadisələrin nəticəsidir ki, bu günlərin özünün, belə deyək, o son həddinə gəlib çatmaqdadır. Baxın, əvvəla gərək biz dünyadakı nizama diqqət eləyək, dünyadakı siyasətə diqqət eləyək. Dünyada siyasət necə tənzimlənir, necə idarə olunur. Bunu hər bir axıllı şəxsdən soruşdaq və hətta dünyanı idarə edən qüdrətli dövlətlərin siyasətçilərinin özlərinə müraciət eləsək, onların kitablarına, onların söhbətlərinə, onların konferanslarına müraciət eləsək, hamısı gəlir bir dənə nöqtədə birləşir ki, hansısa bir qüdrət dünyanı idarə etmək istəyir. Yəni, bütün siyasi cərəyanların hamısı gəlir bu nöqtədə birləşir. Və bunu dünya da yaxşı bilir. Bu da hal-hazırda da bütün istər qərb, belə deyək, mətbuatında, istər şərq mətbuatında, istər Amerika, istər İngiliz, dünyanın harasına baxsaq, hal-hazırda bu mövzu gedir. Və dünyadakı müharibələrin hamısının arxasında da dayanan bu məntiqdir. İstər bugün Ukrayna-Rusiya məsələsi olsun, istər Avropanın içindəki bəzi məsələlər, istər Afrika dövlətlərində, istər İranla Siyonist rejimin arasındakı məsələ, istər Amerikanın bəzi apardığı siyasətlər, bunların hamısı gəlir bir nöqtədə birləşir. Dünya tək bir qüdrət tərəfindən idarə olunmaq istəyir. Bizim də onların hələ etiqadından işimiz yoxdur bizim. Dindardır, qeyri-dindardır, müsəlmandır, qeyri-müsəlmandır, kafirdir ya kafir deyil. Hələ bundan işimiz yoxdur. Əsas məsələ budur. Həmişə də bu çəkməçək olubdur. İstər bir neçə yüz illik Amerikanın tarixində olsun, İstər 80 illik Siyonist rejiminin tarixində olsun, istər İngiltərənin tarixində olsun, istər Qərbin, Avropanın tarixində olsun. Həmişə bu çəkməçəklər olubdur. Və təbii ki, bu, belə deyək, qaynama məsələsinin ortasında Allah Teala istədi ki, şiyələr gəlsinlər İranda inqilab eləsinlər. Və bu inqilab baş verdi. Şiə hökuməti quruldu. Təbii ki, bunu nə Amerika, nə Qərb, nə Siyonist rejimi ki, bunların ki, köklü şəkildə İslamla düşmənçilikləri var. Təbii ki, bunlar bunu sinirə bilməyəcəklər. Nəinki bunu, bundan başqa heç bir məktəbi, heç bir ideologiyanı, heç bir imperiyanı öz qabaqlarında görmək istəmirlər. Məxsusən 2-ci Dünya müharibəsindən sonra Amerika öz qitəsindən kənara çıxdı, qüdrətini genişləndirməyə başladı. İstər quru ərazilərdə dünyanın, istər dənizdə fərqi yoxdur. SSR ilə mübarizə apardı, SSR bir qaydada dağıldı, aradan getdi. Mən istəmirəm bu bəhslərə çox girim. Yəni, şiə hökuməti quruldu. Bu şiə hökumətinin tarixdən 1400 il bundan qabaqdan İslam dini zuhur edəndən Yahudilərin bu dindən problemi var. Nəinki İslam dinindən, Yahudilər hətta öz peyğəmbərləri Həzrəti Musa əleyhissalamla da problemlər olubdur.
Və Quran buyurur ki, səhərdən axşama kimi Yahudilər 70 peyğəmbər öldürürdülər və ya axşamdan səhərə sonra gedirdilər dükanlarını asıb alverlərlə məşğul olurdular. Elə bil ki, heç bir şey olmuyordu. Və ya Həzrəti İsa əleyhissalamın zuhurunda Yahudilər nə iş gördülər? Yəni, ümumiyyətcə bu qövmün Allahla və Allahın peyğəmbərlərinlə və Allahın dinindən həmişə problem olubdur. Və özləri də ki, həm tarixdə, Quran da buna işarə edir, özləri də həmişə qudrət üstündə, həsadətlə, bir-birlərindən, bu Həzrəti Yusuf Peyğəmbərin məsələsi məlumdur, qardaşlarının məsələsi məlumdur və Quranda bir çox ayələr var. Yəni, bunların xisləti budur, bunların zatı budur ki, bunlar həmişə özlərindən başqa, hətta qeyd etdiyim kimi özlərinin içində də qudrət üstündə bunlar vuruşublar. Nətər ki, Həzrəti Yusuf əleyhissalamın qardaşları Həzrəti Yusuf əleyhissalamı aradan aparmaq istədilər. Amma Allah istəmədi. Dünyada bu mövzu var. Qudrət. Mən qudrətəm və mənim müqabilimdəki hər bir şəxs dinindən, irqindən, rəngindən, nəslindən, zatından fərqli belə deyə asılı olmayaraq mənim qudrətimin müqabilində təslim olmalıdır. Siyonist rejimi nə vardı? Gəldi 80 il təqribən bundan qabaq Fələstinlilərin torpağına yalvararaq, zarıyaraq bizə kömək eləyin, biz çöldə qalmışıq, bizim yerimiz yoxdur, bizi dünyanın hər yerindən qovalayırlar adından məzlumcasına İngilislərin himayəsindən gəldi, oturdu Fələstinlilərin içində və yavaş-yavaş dünyanın bəzi qüdrətləri, İngilislər və yaxud Amerika və yaxud başqaları başladılar, bunları silahlandırdılar, təşkilatlandırdılar və nəticədə nə oldu? Fələstin xalqını qətliam elədilər və torpaqlarını işğal elədilər. Yəni, bu dünyada heç kəsə qaranlıq bir məsələ deyil. Qəzza məsələsi 2023-cü il oktyabrın 7-sində başlayandan bir müddət sonra nətər ki, Livanda Hizbullah bu müharibəyə qoşuldu. Fransa Livan hökumətini müdafiə eləmək üçün Netanyahu'ya dedi ki, yadından çıxartma ki, biz sizi dövlət kimi BMT-də tanımışıq. Yəni, biz səbəb olmuşuq. Netanyahu ona belə bir cavab verdi ki, xeyr, biz özümüz vuruşaraq, döyüşərək bu dövləti qurmuşuq. Və biz deyirik ki, hər ikiniz düz deyirsiniz. Biriniz BMT-də qudrətinizdən istifadə elədiniz. Bu, dırnaqarası dövləti Fələstin xalqının torpağının içində qurdunuz. Bu bizi tərəfdə ona görə düz deyir ki, qan tökərək, müharibə eləyərək, yerli əhalini qətlam eləyərək gəldilər bu dövləti qurdular. Bəli, hər ikisi düz deyir. Bu dırnaqarası dövlət. Nə oldu? Fələstin xalqı 80 ildə öz torpağı üstündə, öz haqqı uğrunda vuruşur. BMT-nin hansısa bir dövləti rəsmi tanımaqlığı buna dəlalət eləmir ki, biz onu işğalçı kimi tanımayaq. Dünya xalqları onu işğalçı kimi tanımasın. Və biz fərz eləyək ki, məsələn, ermənilər istəyirdilər Qarabağda arsaq yaradalar. Əgər biz fərz eləsək ki, bu arsağı erməni istər Avropadakı lobbilərindən istifadə edib, istər Amerikadakı güclü lobbilərindən istifadə edib, dövlət kimi BMT-də tanıttırsaydı, onda biz gəlib deyəcəyik ki, bəli, ta arsağı dünya beynəlxalq təşkilatlar dövlət kimi tanıdılar və biz gərək Qarabağdan əl çəkək. Xeyr, belə deyil. BMT məlumdur kimindir, BMT də məlumdur, Avropa təşkilatı da məlumdur, başqa təşkilatlar da məlumdur. Bunlar hamısı Amerikanın, Qərbin özlərinin düzəltdikləri bir dənə təşkilatlar da özləri üçün. Qəzza haqqında BMT-də nə qədər qətnamə qəbul olundu? Hasını Amerika icra edir və yaxud Siyonist rejimi icra edir. Və bunun kimi də bir çox məsələlər. Bunlar hamıya gül kimi aydın bir məsələdir. Bəs bu günlərin dünya gəlir nə deyir? Dünya gəlir həmin qudrət. İrana deyir ki, xeyr, sən mənə tabi olmalısan. Nətər ki, İslam inqilabından qabaq İran Qərbin ayaq altında əzilirdi. İranın sərvətləri Qərb tərəfindən, Amerika tərəfindən daşınırdı və İranlıların bu sərvətdə heç bir haqqı yox idi, heç bir söz haqqları yox idi. Hətta özlərinin siyasətlərini belə, qanunlarını belə müəyyən eləməyə haqları yox idi. İndi gəlib gənə İrana nə deyir? İndi İran bu vəziyyətdən çıxdı, təqribən 50 il bundan qabaq, 46 il bundan qabaq.
Və o vaxtdan da elə Amerika, İsrail və dünya qüdrətləri başlayıblar İranla mübarizə qurmağa. Xeyr, siz bizə tabe olmalısınız. Niyə tabe olmalıyam? Nəyə görə tabe olmalıyam? Biz qüdrətik ona görə. Baxın, burada artıq şərhə, izaha ehtiyac yoxdur ki, ay İran belə elədi, ay Siyonist rejimi belə elədi. Xeyr, bir dənə qüdrət var deyir. Trump bunu açıq aşkar dedi. İran heç bir şərtsiz təslim olmalıdır. Bundan artıq açıq nə desinlər sözü. İran deyir ki, xeyr, biz nəyə görə belə olmalıyıq? Biz sizin nə qüdrətinizi qəbul edirik, nə heç bir şeyinizi qəbul edirik. Əgər dünyada başqa dövlətlər kimi bizdən rəftar eləmək istəyirsinizsə, biz də varıq. Yox, əgər bizi özünüzə təslim eləyib, 50 il bundan qabaqki kimi kölə vəziyyətinə gətirmək istəyirsinizsə və yaxud bəzi müsəlman dövlətləri kimi regiondakı bizi kölə eləmək istəyirsinizsə özünüzə, xeyr, biz burada yoxuq, biz bunu qəbul eləmirik. Bizim dinimiz buna icazə vermir, Allah buna icazə vermir. Və nəyə görə bu belə olmalıdır? Mən bu qüdrətin qabağında dayanacağım. Müharibənin əsli budur. Yəni İran atom bombası düzəldir. Halbuki İsrailin özü heç bu atom enerjisinə aid olan təşkilata heç üzv deyil. Heç bir hesabat vermir ona. Nə Amerika, nə İsrail heç bir hesabat vermir böyük dövlətlər. Amma İrana deyirlər, yox, sən ora üzv olmalısın. Sən bunlar siyasi oyunlardır. Mən çox istəmirəm bura girəm. Əsl məsələ budur. Qüdrətəm tabe olmalısan. Mən nə istəyirəm sənin olmalıdır, nə istəmirəmsə olmamalıdır. Silahın olmamalıdır, raketin olmamalıdır, qüdrətin olmamalıdır. Budur, əsl məsələ budur. Və təbii ki, burada da bu 46 il gedən mübarizələrdə gördülər ki, heç bir cür İranı təslim eləyənmirlər, axırda bu yola əl atdılar. Əlbəttə, burada əziz rəhbərimiz buyurmuşkən, səhv hesablamalar olurdu. Bunlar elə bildilər ki, İran xalqının İslam inqilabından problemi var, xalq ayağa qalxacaqdır, nə bilim, hökuməti dəyişəcəkdir, bunlar hamısı xam xəyallar. Dünyanın o başında oturub burada bəzi hesablamalar aparırlar, amma məlumdur ki, hesablamaları səhvdir. İkinci məsələ budur. Bütün mətbuat yazır, kim qalibdir? Mən xüsusən Azərbaycanda Musavat ki, maşal şeytan, yəni bu müharibə başlayandan gecələrini, gündüzlərini bir-birinə qatıblar. Raif Arifoğlu'dan tutmuş başqalarına kimi yatmırlar. Kim qalib oldu? İran deyib, biz qalibi. Qardaş, qalib məsələsi budur. Mən oturmuşam, mən özünə təslim eləmək istəyirsən, heç bir qeyri-şərtsiz, mən sağ təslim olmuram, vurursan, birini vurursan, mən də onunu sən təpənə vururam. Burada nə qalib axtarsam da, təbii ki, qalib mənəm. Təbii ki, mənəm. İtki də versəm, dağıntı da olsa, hər nə olsa, təbii ki, mənəm burada qalib. Yəni, bu harada görünübdür ki, dünyada mən qüdrətin qabağında dayanıramsa, birini o vurur, onunu mən vururamsa, mən durub burada deyim ki, müzakirə edim ki, görən hansı tərəf qalibdir. Bu, axılsızlıq və məntiqsizlikdir. Siyonist rejimi vurdu, cavabını da aldı. Amerika vurdu, cavabını da aldı. Dünyada ikinci belə bir dövlət yoxdur ki, səhər Siyonist İsraili vursun, axşam Amerikanı vursun. Yeganə İrandır bunu eləyən. Burada qalib axtarma, qalib məlumdur burada. Mən ki, təslim olmuram, mən qalibəm. Vəssalam. Və bundan sonra da İran deyir, mən bunca nə də bu məsələnin üstündə dayanmışam, hər kəs mənim xalqıma, mənim ərazimə, mənim torpağıma təcavüz eləsəm, bunun cavabını verəcəm. Burada nə qalib? Ay, görən bu qalibdir, Trump deyir, mən qalibəm, o deyir, mən qalibəm, Siyonist rejimi deyir, mən qalibəm. Yəni, açıq-aşkar bir dənə rejim gəlir, başqa bir dənə dövlətə deyir ki, qeyri-şərtsiz mənim dediyimi eləməlisən. Və mən bunun müqabilində dayanıram, sonra o hücum edir, mən cavab verirəm. Burada o məhkum olunmur, mən məhkum olunuram. Mənə qalib demirlər, ona qalib deyirlər. Yəni, bu həqiqətən məntiqsizlikdir. Bunun heç bir başqa izahı yoxdur. Ben çox istəmirəm qeyd edilən məsələni çox mən uzadım. Dediyim kimi, bizim dinimiz buna icazə vermir. Bizim etiqadımız buna icazə vermir ki, hansısa qüdrətin qabağında duraq. Və təəssüflər olsun ki, bu günlərin adını müsəlman qoyan region dövlətləri və yaxud dünyada bəzi dövlətlər, müsəlman dövlətləri məxsusən adını müsəlman qoyanlar, bunlar özləri
qeyri-müsəlman, kafir, yahudi, məsihi bunların qabağında təslim olublar dövlətlər. Və xalq da ki, məcbur olub bu təslimin qabağında əzilsin. Həmən o dövlətlər, baxın məsələyə baxın, həmən o müsəlman dövlətləri baxırlar ki, yeganə qeyri-müsəlman qüdrətlərinin qabağında duran İran İslam Respublikasıdır. O müsəlman dövlətləri gəlib bir dənə bu müsəlman dövlətini qınayırlar ki, sən niyə bu qüdrətlərin qabağında təslim olmuşsun? Və qınayırlar, məhkum eləyirlər. Yəni bundan artıq zəlalət, bundan artıq nökərçilik, bundan artıq əzilmək, sınmaq yoxdur ta. Yəni biz nökərik, sən də nökər ol. Məsələ həll olsun, qutarsın. Niyə? Trump gəlir açıq-aşkar Ərəbistana, deyir, baxın, Ərəbistan tribunasından deyir, siz inəksiniz, biz sizi sağacağıq, siz də biz dediyimizi eləyəksiniz. Ərəblər də bunun müqabilində onun əlini öpürlər, qızlarını onun qabağına çıxardırlar, oynadırlar. Nə bilim, Qətər gətirir ona təyyarə hədiyyə eləyir. Yəni zəlalət bu qədər. Zəlalət bu qədər. Niyə dünyalarından ötürü? Qardaş, mən oturum dünyamı yaşayayım. Nə olur olsun, mənə lazım deyil başqa bir məsələ. Onların adları müsəlmandır, etiqadları İslam deyil. Amma rəhbərimizin və İran xalqının etiqadı İslam etiqadıdır. Və nə tərtib edirlər müsəlmanlıq, İslamın göstərişlərinin də üstündə dayanırlar. Və buna görə yenə deyirəm, əlavə şərhə, əlavə izaha ehtiyac yoxdur. Kim qalibdir, kim nə? Dünyada qüdrət var, qüdrət istəyir, İranı özünə təslim edir, İran bunun qabağında dayanır, ilahi qüdrətə sökənir, ilahi qüdrətin əmrlərindən hərəkət eləyir və salam. Burada məlumdur qələbə kimdir, qələbə təslim olmayandır. Kim qalib gəlib, o təslim olmayandır. Qələbə kimləndir, o təslim olmayandır. Burada bu nökər dövlətlər gərək sakit duralar. Gərək ağızlarını bağlayalar. Durub Siyonist rejimini başqa bir torpağa, başqasının, hələ özü bir 80 il başqasının torpağında hökumət qurubdur, yalandan dırnaq arası. Və indi də başqasının torpağına işğal eləmək istəyir, təcavüz eləmək istəyir, onun daxili işlərinə, içinə qarışır, gəlib biz ona deyək, haqq qazandırıq ki, deməzsənmi, bunlar düz eləyir də. Yəni, bu həqiqətən məntiqsizlikdir. İkinci bir mövzu mən bayaq qeyd elədim ki, Azərbaycanda bəzi mətbuatlar dayanmadılar, gecə gündüz. Dediyim kimi bu qalib məsələsi, ay nə bilim, İranın generalları getdi evləndi, rahat yatdı, öldürdülər, ay nə bilim, belə bəzi biraz təhqiramiz, biraz tənqidi, biraz, yenə deyirəm, bunlar təcavüz eləyən bir dənə rejimi qınamaq əvəzinə gəlib burada başlayırlar bəzi nöqtələr tapıb bunların üstündə bəzi vaxt təhqiramiz və tənqidi söhbətlər eləsinlər. Bu nədən irələ gəlir? Bu həqiqətən yenə deyirəm, bu nökərçilikdən başqa bir şey deyil. Bu tabeçilikdən başqa bir şey deyil. Yəni ben Sabir Rüstəmxanına bir məktub yazıbdı. İslamın əziz rəhbərinə. Baxın görün nə deyir. Əlbəttə bu adı xalq şairidir. Xalq şairi Sabir Rüstəmxanlı kimi adamlara baxanda Azərbaycanda adam başa düşür ki, nəyə görə Azərbaycanda məsələn 50 dənə, 60 dənə xalq artisti var. Müğənni, filan, feşman. Və nəyə görə barmaq sayı 5 dənə, 10 dənə, ona çatmaz bəlkə xalq şairi və xalq yazısı var. Bu məlum olur bu məsələ. Məktuba işarə eləməmişdən qabaq bu xalq yazıçıları, xalq şairləri yaxşı olar ki, həqiqətən xalqın problemini yazsınlar, xalqın problemindən məşğul olsunlar, xalqın yanında olsunlar ki, biz heç vaxt bunu görənmədik, təəssüflər olsun. Mən bu məktubun bəzi nöqtələrinə işarə eləmək istəyirəm, əlbəttə əzizlər bəlkə də görüblər. İndi budur ki, məktubun o bəzi nöqtələrinə işarə eləmək istəyirəm. Deməli, burada deyir ki, mən bir müsəlman kimi bunu yazıram. Deyir ki,
Respublika bu müraciət sizə Azərbaycan vətəndaşı və bir qələm sahibi olaraq qonşu İran Respublikasının dinc və əməksevər xalqına böyük sevgi və hörmət bəsləyən, özünü müsəlman olmağı ilə qürurlu sayan və uzun illər müxtəlif vəzifələrdə çalışan bir nəfərdənəm. Özünü müsəlman sayan. Əlbəttə mən deyərdim ki, canavar kimi ulamaqla İslamın arasında heç bir uyğunluq yoxdur. Yəni bir adam gələ deyə ki, mən həm müsəlmanam, sonra da gəlib deyə başlayır canavar kimi ulamağa ki, mən boz qurtam, nəyim filan. Müsəlman bayaq dediyim kimi, müsəlmançılıq dillə deməklə deyil. Əgər İslamın heç bir qaydalarına əməl eləmirsə bir nəfər, əksinə dünyaviçilik adından Allahın bütün qadağan etdiyi işləri görürsə və şeytanın bütün istədiyi işləri görürsə, bu özünü müsəlman adlandırmağa haqqı yoxdur. Bu bir məsələ. Sonra buyurur ki, ağaya, məsələn, ağaya deyir, mən sizlə görüşmüşəm, filan feşman, neçə dəfə olubdur. Sonra gəlir, deyir ki, İsrail ilə davam edən açıq hərbi münaqişə təkcə İran üçün deyil, bütün bölgə və dünya üçün də ciddi təhlükələr doğurmuşdur. Minlərlə günahsız insan həyatını itirib, ölkə iqtisadiyyatı çökmək üzrədir. Milyonlarla insan yaşayış imkanlarında məhrub olub, kəndlər ölkəni tərk edir, xalq isə qorxu, acılıq və umudsuzluq içində yaşamaqdadır. Bunu kimə deyir Rüstəm xanım? Bu ya bu adamın dünyadan xəbəri yoxdur. Yəni həqiqətən. Oturur elə kabinetində, maşından minir, gedir, öz ətrafıyla oturur, gəlir. Ya bu adamın dünyadan xəbəri yoxdur. Ya da bu adama deyirlər ki, dur danış, nə gəldi danış, ağzına nə gəldi danış. Ya da bu adama bunu deyir. Əvvəla, İsraili niyə məhkum eləmirsən? Ümumiyyətlə, Azərbaycan rəhbərliyi İsraili məhkum eləmədi. Sadəcə dedilər ki, biz bu məsələdən çox narahatıq. Əvvəla, İsrail niyə məhkum olunmur? İran məhkum olunur burada. İsraillə açıq-aşkar gedən müharibədə. Sonra deyir ki, dünya üçün də ciddi təhlükə doğur. Minlərlə günahsız insan həyatını itirir. Təbii ki, müharibədə insan itkisi olur. Bu təbiidir. Əvvəla İranda təqribən 600-700 nəfərə yaxın şəhid olduğu üçün bunda bir nə qədər dinc əhali idi, uşaqlar idi. Sağbir Rüstəm xanlı yaqin ki, bunu oxumur. Buna işarə eləmir. Təslim ol deyən İsrail. Mənim dediyimlə oturub dur deyən İsrail. Ma tabe ol deyən İsrail. Hücum eləyən İsrail. Dinc əhalini öldürən İsrail, İran məhkum olunur burada. Bu nə məntiqsiz, bu həqiqətən əxlaqsızlıqdır. Yəni, axılsızlıq və əxlaqsızlıqdır, həqiqətən. Sonra deyir ki, minlərlə günahsız insanatı ölkə iqtisadiyyatı çökmək üzrədir. Kim deyir bunu? İran 46 ildir özü-özünü təmin edən dövlətdir. Və İranın bu günlərin bütün sahələrdə özü-özünü təmin eləmək gücü var. Nəinki öz-özünü, hətta regionda və dünyada bəzi dövlətləri də Venezueladır, Qatardır. Qətərə ərəblər embargo qoydular, bir həftəyə bütün dükanları boşaldı. İran onun bütün belə deyə, ərzaqla təmin elədi, hər bir şeylə təmin elədi. Özü-özünü təmin eləyə bilən dövlətdir. Sağbir Rüstəm xanım deyəsən İranı yaxşı tanım. Hansı iqtisadiyyatı çöküb İran? Heç bir iqtisadiyyatı çökmübdür. Hər şeydə qaydasındadır. 12 günlük müharibədə də cəmaət heç bir qıtlıq da çəkmədi. Hər şeydə mağazinlərdə, dükanlarda doluydu. Milyonlarla insanın yaşayış imkanlarında məhrub olub. Harada olubdur bu? Hardan danışır bu? Hansı İranla danışır bu? Məlumatlar kim verir buna? Özü vaxt qoysun, bir saat olmasa bir mətbuatda bəzi şeylərin dalından geçsin. Gənclər ölkəni tərk edir. Gənclər ölkəni tərk edir. Bəli, təbii ki, İranda gedib Avropada yaşamaq istəyənlər var. Tam hər sürə azad yaşamaq istəyənlər var. Hər cürə, cavan qız, oğlan. Amma mənə maraqlıdır, bunu kim deyir? 10 milyon əhalisinin 3 milyondan çoxsu ölkədə olmayan bir Azərbaycanlı deyil bunu. Azərbaycan xalqının 3 milyona yaxını təqribən ölkədə yox. Bunu o xalqın, belə deyək, xalq şairi deyir.
Yəqin ki, xəbəri yoxdur bəzi məsələlərdən. Xalq isə qorxur, azlıq və ümidsizlik içində yaşamaqdadır. Yalanın lap yeşəsidir. Baxın bu günləri milyonlarla insan eləcə Tehranda öz şəhidlərini dəfn eləmək üçün çıxdılar çölə. Harada qorxduq xalq? Hardan qaçdı xalq? Hara getdi xalq? Niyə yalanla danışsınız? Niyə cəmaatı yalanla? Hava qalxıbdır. Məgər 8 il İraqla müharibə elədi. İraqla demişkən, Rauf Arvoğlu yazırdı ki, İran İraqa hücum elədi, o vaxtda bir yerdə durmadı. Bu, həqiqətən bunların dünyadan xəbəri yoxdur. Bütün dünya rəsmi şəkildə qəbul edir ki, İraq İrana hücum elədi. Və İran özünü müdafiə elədi. İşğal olunmuş torpaqlarını alıb sərhəddini müəyyən eləyəndən sonra atəşkəsi qəbul elədi. İran hava İraqa hücum elədi. Cəmaət qorxu içində yaşayır. Bu yalanın yeşəsidir. Bu İran xalqını təhqir eləməkdir. İran xalqı heç vaxt müharibədən qorxmuyurdu. Və indi də qorxmur və bu gün də meydandadılar. Azlıq və ümidsizlik içindədirlər. Bu da yalanın yeşəsidir. Heç kəs İranda az deyil, heç kəs ümidsiz deyil. İnterneti açıb Sabir Rüstəmxanını başla yaxşı olar. Deyək ki, milyonlarla insan bu günlərin meydandadır. İsrailə raket düşəndə cəmaat yerin altına qaçırdı. Amma cəmaat Tehranda və İranın başqa şəhərlərində öz işlərinlə məşğul idilər. Sonra deyir ki, mövcud vəziyyət davam etməsi İranın beynəlxalq aləmdən tam təcrid olunmasına, Qərbin səlib müharibəsi yoluna davam etdirən böyük gücləri ilə qarşı durma riskinin artmasına və xalqın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardır. Yəni nə? Yəni təslim ol. Yəni təslim ol, sən qüdrətlərlə heç nə eləyənməzsən. Sən özün təslim olursan, elə bilsən İran da təslim. Sənin etiqadın yoxdur axı. Sənin etiqadın budur ki, mən təslim olmalıyam, mən villamda yaşamaq üçün, mən dünyamı yaşamaq üçün mən təslim olmalıyam. İran xalqı elə deyil və yaxud da İslam bunu demir. Sən ki, özünün adını müsəlman qoyursan, xeyr. Bunlar ki, müsəlmandılar və özləri İslamı yaxşı bilirlər. Bunların etiqadı bu deyil, Allahın etiqadı. Allahın göstərişi bu deyil. Təslim olasan. Hansı beynəlxalq qanunlar? 30 il biz beynəlxalq təşkilatların qapısında qaldıq. Hansı bizə Qarabağı aldı, verdi? Axırda güclə aldıq. Hansı beynəlxalq təşkilatlarını? Oyun oynayan beynəlxalq təşkilatları özlərinin, Amerikanın, Qərbin, bu uşaq şeydir. Və yaxud Avropanın bizə o boyda şərtlər qoydu bizə, nə biləm, üzdən İraqları gətirin, bunlara para getirin, Eurovision filan. 50 dənə şərtlər qoydu bizə. Baxırda ta Azərbaycan gördü ki, ta bunlar elə deyək, yüklüyə gedirlər, ta axırda da yanında dedi, bəsdir, qardaş, biz Avropada da olmaq istəmirik. Hansı təşkilatlar? Bu təşkilatlar hamısı özlərinin mənafeylərinin dalındadır. Və səli bir yürüyüşü demək istəyəndə burada nə demək istəyir? Demək istəyir, yəni təslim ol, sən bunlarla bacaranmazsan. Xeyr, Allahla olan həmişə bacarar. Allahın istəyinlə gedən həmişə bacarar və burada Allahın vədələri var. Və ondan sonra burada belə deyək, məntiqsiz və əxlaqsızcasına ağanı istefiyə dəvət eləyir. Baxın, ağanı Ayətullah Xameneyi ağanı bütün dünya tanıyır, dost da tanıyır, düşmən də tanıyır. Yadımdadır, Kofi Annanla beynəlxalq BMT-nin katibi olanda deyirdi, kaş əgər qüdrətim olsaydı bu kişini gətirib qoyardım, BMT-nin başına dünyanı işarə eləyərdi. Və bir çox, hətta ağanın düşmənlərinin dediyi sözlər var, mən istəmirəm bunları deyəm. Ağanı tanıyanlar tanıyırlar, İran xalqı da ayıq xalqdır, İran xalqı bəsirətli xalqdır, özləri bilirlər, kimin dalından getməlidirlər, özləri yaxşı bilirlər, bu kişi kimdir, özləri yaxşı bilirlər, bu kişi bu xalqa hansı izzəti qazandırıbdır. Və bu gün də dünya qüdrətlərin qabağında bu qələbəni qazandırdı, bunu yaxşı bilirlər. İran xalqına və yaxud ağaya yol göstərməyə ehtiyac yoxdur. Ümumiyyətcə, mən axırıncı bu nöqtəni deyim, sözümü bitirirəm. Dünyada istər siyasətçi, istər yazıcı, istər jurnalist, istər ziyalı,
hansısa bir məsələyə münasibət bildirirsə, o adamın dünya görüşü mühümdür. Dünya görüşü mühümdür. Yəni dünya görüşünə görə münasibət, bir adamın ki dünya görüşü ilahi deyilsə, bir adamın ki dünya görüşü dini deyilsə, bir adam ki dünyanı bunu qəbul eləmir ki, dünyanı yaradan var, idarə eləyən var, yiyəsi var, bunu qəbul eləmirsə, təbii ki bunun göstərişi, bunun sözləri bax belə olacaq. Gedin, təslim olun, nə bilim, sakit durun, onlar nə deyir, elə eləyin. Burada Sabir Rüstəmxanlı məktubda bir dənə yerdə deyir ki, mənim tövsiyəm budur ki, dini siyasətə alət eləməyin. Bu bilsən kimin nəzəridir? Bu məsələn biz deyirik ki, dünyada ilk insan olaraq peyğəmbər dünyaya gəlib. Həzrəti Adəm əleyhissalam. Yəni peyğəmbər dünyaya gəlib, yəni nə? Yəni ilk insan peyğəmbər qanunla gəlir də. Peyğəmbər gəlib, qanunla gəlib və qanunun özü də nədən ötürdür? Siyasətdən ötürü, idarə eləməkdən ötürdür. Onların ki, dünya görüşü, dini dünya görüşüdür. Bunlar isə bax, belə söz demirlər, ay din, siyasət, belə söz demirlər. Bunlar bu dünyanın, bu dediyim qüdrətlərin yaratdığı oyunlardır və sözlərdir. Bu sözlər bilirsiniz kimdir? Din nədir, siyasət? Bunu əcdadı meymun olanlar ki, qəbul edir ki, mənim əcdadım meymundur. Biz meymundan əmələ gəlmişik, nə bilim, peyğəmbəri qəbul eləmirlər, Allahı qəbul eləmirlər. Bunlar belə bir sözlər deyirlər. Aşı, din nədir? Din boş şeydir. Bu gün ortada bir dənə siyasət var, gərək biz buna tabi olaq. Amma dini dünya görüşü olan və əcdadını Həzrəti Adəm əleyhissalam bilən, təbii ki, elə dini, siyasətin özü bilir. Allahın verən öz İzzət-i Cəlalı hörmətinə bizləri bəsirətli bəndələrindən qərar versin. Bizləri agah bəndələrindən qərar versin. Bizləri diqqətli bəndələrindən qərar versin. Və bizə tövfiq versin ki, heç vaxt düşmənin oyununa düşməyək, düşmənin belə deyək, siyasətinin içində özümüzü itirməyək və Allah bizə tövfiq versin ki, həmişə ilahi yolda sabit qədəm olaq və həmişə haqqın yanında olaq. Haqqın acısı batilin şirinindən şirindir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.